Sən maşını qulaq as, özün azad iradənlə almısan? Bəli. Sən özün seçib almısan. Sən də öz Heç azad kim iradənlə qarışmır. almısan. Mən də özüm getdim. Yadındadır, gecə gördük turbazı, səhər getdik, ya aldıq. Heç xəbərim olmadı nətər aldım. Bundan əvvəlkində necə ki eyni formada almışıq. Hə, Deməli, Azərbaycanlı gənc özü qərar verə biləndə, özü elə belə minimal fiziki anlayışı olanda gedir axırda nə alır? Subaru alır. Və heç kimə heç nəyə sübut eləmək istəmir. O ən önəmli mövzudur da heç, ki, yəni hə. sən istəmirsən ki, başqaları tərəfindən bəyənilmək üçün gedib misal üçün də bir dənə dağıdılmış bir dənə şeydir. Əqli qüsurlu bir dənə BMW almamaq üçün köhnə indi qəşəng BMW-lər çoxdur öz yerində prosta. Mən baxdım məsələn BMW-lərə də baxdım. Bir dənə Subaru olub artıq. İkincisini alanda BMW-lərə də baxırdım eyni qiymət aralığında 20 minə, 25 minə baxırdım. Hamısı M paketə yığılıb, Tayvan detallarla yığılıb, bilinməyən yağlar süzülüb. Salonunu fake karbon detallarla yığılıb, hər yerə M yazılıb. Yazıqdır da maşın. O maşınlar yazıqdır, düzdür. İndi Amerikada bir vurublar onları, onlar bir yazıqdır. Burada onları yaman günə salıblar, onlar iki yazıqdır. Ona görə vaz keçdim ümumiyyətlə axtarmaqdan. Axtarsan taparsan təbii ki, belə stok vəziyyətdə qalmış, yaxşı baxılmış, özdə servis maşını olardı, vuruqsuz atsız. Onda baha olur da necə? Çox bax qiymətli qalxdı maşın. Nə BMW satardın sən? F10? F10, F30, 4 seriya Grand Coupe də ola bilər. F31 Riyadın MTEK-indən alardım bax. Riyadın F10 yaxşı idi. Amma mənə görə alınası BMW. Ya 92, ya 92 M3. O heç, mən də Y39 M5. Y39 M5 bir də Clownşu. Belə iki qapılı hatchbackdir. Bilirəm, çox qəribə maşındır. Exclusive Bildiyin maşındır, ayaqqabıya hə. oxşuyur. Hə, hə.